Bismillah. Bu bürclərin qadınları ideal ana olur. Bəzi bürclər analıq instinkti, qayğıkeşliyi və ailəyə bağlılığı ilə dirəklərlərindən seçilir. Onlar övladlarına yalnız sevgi verməklə kifayətlənmir, həm də çətin anlarda dayaq olmağı bacarırlar. Belə qadınlar ailə daxilində güvən hissi yaradır. Uşaqlarının həm emosional, həm də psixoloji inkişafına xüsusi diqqət ayırırlar. Xərçəng bürcü qadınları analıq hissi ən güclü olan insanlar arasında göstərilir. Onlar uşaqlarına qarşı həddindən artıq qayğıkeş və mərhəmətli davranırlar. Ailə onlar üçün hər zaman prioritet sayılır və övladlarının təhlükəsizliyi naminə hər cür çətinliyə dözə bilirlər. Xərçəng qadınları evdə sevgi dolu və isti mühit yaratmağı bacaran analardır. Buğa bürcü qadınları səbirli və etibarlı xarakterləri ilə diqqət çəkirlər. Onlar uşaqlarına rahat və təhlükəsiz həyat qurmaq üçün böyük zəhmət sərf edirlər. Maddi və mənəvi sabitliyə önəm verdikləri üçün övladlarının gələcəyini daim düşünürlər. Buğa qadınları qayğıkeş olmaqla yanaşı ailə bağlarını da çox güclü saxlayırlar. Qız bürcü qadınları məsuliyyətli və diqqətli ana obrazı ilə seçilir. Onlar övladlarının təhsilinə, davranışına və inkişafına xüsusi həssaslıqla yanaşırlar. Hər detalı düşünən qız qadınları uşaqlarının problemlərini vaxtında hiss etməyi bacarırlar. Bəzən həddindən artıq tələbkar görünsələr də bütün bunları övladlarının yaxşı gələcəyi üçün edirlər. Balıqlar bürcü qadınları şəfqətli və emosional xarakterləri ilə ideal ana hesab olunur. Onlar uşaqlarının hisslərini dərindən anlayır və hər zaman dəstək olmağa çalışırlar. Balıqlar qadınları övladları ilə dost münasibəti qurmağa üstünlük verirlər. Sevgi dolu yanaşmaları uşaqların özlərini güvəndə hiss etməsinə səbəb olur. Oğlaq bürcü qadınları ciddi və intizamlı ana modeli ilə tanınırlar. Onlar övladlarına məsuliyyət hissini kiçik yaşlardan aşılamağa çalışırlar. Çətin vəziyyətlərdə soyuqqanlı davranmaları ailədə güvən hissi yaradır. Oğlaq qadınları həm qayğıkeş, həm də gələcəyi planlamağı bacaran güclü analar sayılır.